İnsan mədəniyyətinin ən yuxarı pilləsindən duran yerlərdən biri sağlamlığa diqqət yetirməkdir. Və təbii ki, yenə deyirəm, çox yemək adamı böyük eləmir, sağlam eləmir. Ancaq sağlamlıq hər şeydən olduğu kimi ən çox da qidadan asılıdır. Təbii qidalanmaq lazımdır. O süni qidadan çox yeməkdənsə, elə bir ovuc təbii qida yemək lazımdır. Mənə deyirlər, sənin, deyirəm, vallahi heç nə olmasa, göyərti və pendir mənim üçün ən əziz, ən ləziz yeməkdir. Doymaram. Doyaram, yəni ki, bəs eləyir mənə. Onu yesəm mənə heç nə. İndi bizim insanlarda qəribə bir xüsusiyyət var. Gedirlər hara? Yeməkxanaya, restorana, harasa. Stolun üstə nə var? Pendir, göyərti. Onun o kababı gələnə qədər, xörəyə gələnə qədər özünü doydurur. Doydurur, mədə şirəsi gedir, sonra gələn o ət həzmə getmir, bağırsaq daşına çevrilir. Hər bir adamda 4 kiloqrama qədər bağırsaq daşı yaranır. Yeməyi qarışdıranda və sonra deyir ki, mən heç nə eləməmişəm, niyə yorulmuşam görəsən? Mən heç nə eləməmişəm, niyə yorğunam? Heç nə eləməmişəm, dilimə yemək deyən kimi, niyə köpdüm görəsən, niyə köpmüşəm? Yəni, bütün hallarda bilməlisiniz ki, bağırsaq daşı, yığılan bağırsaqlarda yığılan 4 kiloqram daş insanın sinir sistemini pozur. Yorğunluq verir, yuxululuq verir, köp verir, qəbizlik verir. Ona görə də bunlar da hamısı nə olur? İnsanın ömrünü qısaldır. Nə olur? Köp əmələ gələn kimi diafraqmanı qaldırır, ürək döyüntülərini artırır. Gəyirmə verir. Gəyirəndən sonra doktor rahatlanır. Sən özünü niyə günə qorsan ki, hələ bir gəyirəsən, qat çıxa, ondan sonra da sakitləşəsən. Ona görə də doymamış əlinizi süfrədən çəkin, acmamış əlinizi süfrəyə uzatmayın. Və mütləq Böyük Nizami Gəncəvi demişkən, o qədər çox yemə, ağırlıq etsin, o qədər ac qalma, can əldən getsin. İndi bugünkü gün canın əldən getməsi yoxdur. İndi əksinə deyir ki, Yapon alimlərə ki, Nobel mükafatı verirlər ki, gündə 2 dəfə qidalanın, səhər-axşam və qidanın arasında fasilə nə qədər çox olduqca orqanizm öz daxilindəki xərçəng hüceyrələrini təmizləyir. Orqanizm sağlamlaşır. Qabaq elə demirdilər, Rus sistemindən qalan oydu ki, səhəri ye, günortanı qonşuya ver, axşamı da düşmənə ver. Yəni, indi elə deyil. Səhəri də özün ye, axşamı da özün ye, az ye. Və çox hərəkət elə. Bol miqdarda su qəbul elə.